Həyata keçirilən layihə 4,6 hektar ərazini əhatə edir. Pilot model əsasında inşa olunan kompleks bir neçə korpusdan ibarət olacaq. Layihəyə əsasən xəstəxana binası ilə yanaşı yoluxucu xəstəliklər və hemodializ korpusları, gigiyena və epidemiologiya mərkəzi, məhkəmə, tibbi ekspertiza və patoloji anatomiya birliyi, həmçinin təcili tibbi yardım stansiyası daxildir. Xəstəxana kompleksinin təməli 2021-ci ildə qoyulub, tikinti işlərinə isə 2024-cü ildə başlanılıb. Hazırda layihə üzrə işlərin təxminən 55% tamamlanıb. Kompleksin 2027-ci ilin sonunadək tam başa çatdırılması, 2028-ci ildən isə əhaliyə tam həcmdə tibbi xidmət göstərməsi planlaşdırılır. Poliklinika binası və əsas binanın A blokunun birinci mərtəbəsində yerləşən funksional diaqnostika və şua diaqnostika şöbələrini biz Cəbrayıl rayonuna köçürülən əhalinin köç dinamikasına uyğun olaraq ambulator xidmətlərin təşkili məqsədi ilə 2026-cı ilin sonuna, 2027-ci ilin əvvəlinə ambulator xidməti göstərəcək binaları tibbi avadanlıqlarla, mebel inventarlarla təchiz edərək tam hazır vəziyyətə gətirməyi planlaşdırmışıq. Ümumilikdə layihənin 55%-i yerinə yetirilmişdir. Burada deməli, böyük vəsait tələb edən və müasir beynəlxalq standartlara tələblərə cavab verən tibb avadanlıqları, kompüter tomografiyası, maqnit rezonans tomografiyası və rəqəmsal rentgen cihazları nəzərdə tutulmuşdur. Beləliklə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri regionda dayanıqlı məskunlaşmanın təmin olunmasına, sosial rifahın yüksəldilməsinə və müasir şəhər-kənd modelinin formalaşdırılmasına xidmət edir. Anar Şuşalı, Əzim Cəfərli, Murad Əliyev, NTV Xəbər, Cəbrayıl.